Hər kəsə salam, yeni iliniz mübarək. Yanvarın ilk günlərində həqiqətən dincəlmək üçün yeni ili səbirsizliklə gözləyirsinizsə, yaxşı xəbərimiz var. 2026-cı il darıxdırıcı olmayacaq və yanvar onun parlaq nümunəsi olacaq. Yanvarın ilk yarısında gələcəklə bağlı planlarınızı həyata keçirməyə başlamaq üçün özünüzü hazır və güclənmiş hiss edəcəksiniz. Bayram ab-havası əlavə enerji və motivasiya verəcək, sizi hərəkətə keçməyə ruhlandıracaq. Unutmayın, 2026-cı ilin yanvar ayı passiv gözləmə ayı deyil. Hər bir bürcün özünü dinləyərək dəyişmə xaosundan əsl böyüməyə gedən yolu görə biləcəyi bir dövrdür. Buyurun, izləyin. Abunə olmağı unutmayın. Yeni iliniz mübarək. Qoç bürcü üçün 2026-cı ilin yanvar ayı yeni bir dövrə aktiv keçid və bəlkə də həyatı dəyişdirən bir seçim ayı olacaq. Şəxsi həyatlarında qoçlar romantik yüksəliş gözləyə bilərlər. Evli cütlüklər daha da yaxınlaşacaq və subaylar həqiqətən ruh yoldaşları olacaq bir partnyorla görüşmək şansına sahib olacaqlar. Bununla belə emosional təzyiq olmadan hərəkət etməyə çalışın. Əks halda bu münaqişələrə səbəb ola bilər. İşinizdə və karyeranızda yanvar ayında təmkinli və səbirli olun. Tanış, lakin məhsuldar işlərə diqqət yetirin və komanda daxilində münaqişələrdən qaçın. Ayın ikinci yarısında geniş miqyaslı iş layihələrinə başlayın. Sağlamlığa gəldikdə fiziki fəaliyyət təşviq olunur, lakin yumşaqdır. Hovuza gedin, yoga və ya pilates edin. Səyahət edərkən diqqətli olun. Yanvar ayı yolda xəsarət və qəzalar baxımından qeyri-sabit olacaq. Astroloqların yanvar ayı üçün məsləhəti: şuurlu hərəkət edin və unutmayın ki, hazırda bütün 2026-cı ili formalaşdıracaq dərin dəyişikliklərin təməli qoyulur. Boğa bürcü üçün 2026-cı ilin yanvar ayı genişlənmiş imkanlar ayı olacaq. Buraya vacib yeni əlaqələr, səyahətlər və nüfuzlu insanların dəyərli məsləhətləri daxildir. Şəxsi həyatınızda, xüsusən də ailənizlə daha çox nəzakət və təmkin tətbiq edin. Yeni romantik görüşlər üçün yaxşı zaman deyil, səbirli olun və daha əlverişli bir vaxt gözləyin. İşinizdə və karyeranızda ümidverici təkliflər və hətta gözlənilməz mükafatlar gözləyin. Bonuslar və təşviqlər üçün belə özünüzü həddindən artıq yükləməyin və xüsusən də qərar qəbul edərkən intuisiyanıza etibar edin. Yanvar ayı həyat tərzinizi dəyişdirmək, pis vərdişlərdən imtina etməyə başlamaq və ya fitness klubuna qoşulmaq üçün yaxşı zamandır. Bayram həddindən artıq işlərindən sonra bədəninizin sağlamlığını bərpa etmək üçün köməyinizə ehtiyacı var. Astroloqların yanvar ayı üçün məsləhəti: yanvarın təqdim etdiyi fürsətlərdən ağıllı şəkildə istifadə edin və şəxsi həyatınızda işləri tələsdirməyin. Lazım olan hər şeyi vaxtında əldə edəcəksiniz. Əkizlər üçün 2026-cı ilin yanvar ayı nəhayət ki, keçmiş nailiyyətlərinizə görə mükafatlar və nüfuzlu himayədarların dəstəyini alacağınız ay olacaq. Şəxsi həyatınızda çoxdan unudulmuş romantik həyəcan hissini yenidən kəşf edəcəyiniz vəziyyətlər yarana bilər. Hətta aşiq ola bilərsiniz və ailəyə yönəlmiş əkizlər ruh yoldaşına tamamilə fərqli gözlərlə baxacaqlar. Bununla belə işdə narahat olmağa ehtiyac yoxdur. Bu, ambisiya və cəsarətli başlanğıclar üçün bir zamandır. Əlavə məsuliyyətlər ala bilərsiniz, lakin bunlar nəticədə yeni bir peşəkar səviyyəyə çatmağınıza və hətta vəzifə yüksəlişinə nail olmağınıza kömək edəcək. Sağlamlıq baxımından mədə-bağırsaq traktınıza xüsusi diqqət yetirin, hətta zəruri hallarda müayinədən keçin. Yanvar ayında gözlənilməz xərclər yarana bilər. Buna görə də resurslarınızı necə idarə etdiyinizə diqqət yetirin. Maliyyə riskləri götürməyin, özünüzü zəruri xərclərlə məhdudlaşdırın. Astroloqlardan yanvar ayı üçün məsləhət: hadisələrin və transformasiyaların xaosu arasında sakit qalmaq asan olmasa da, emosiyalarınızın sizi idarə etməsinə imkan verməyin. Xərçənglər 2026-cı ilin yanvar ayını həm danışıqlarda, həm də köhnə işlərini yekunlaşdırmaqda onlara kömək edəcək intuisiya dalğası ilə keçirəcəklər. Bu ay şəxsi həyat üçün çox əlverişlidir. Ciddi münasibət qurmaq potensialına malik biri ilə tanış olmaq şansı var və ailəsi olanlar ailəyə yeni bir əlavənin gələcəyi xəbərini ala bilərlər. İşdə vacib sənədlər və müqavilələr imzalamaqdan çəkinin.
Ayın sonuna qədər qazanclı bir təklif və ya bonus alacaqsınız ki, bu da nailiyyətlərinizin ədalətli şəkildə tanınması olacaq. Səhhətiniz pisləşə bilər, lakin bu hər hansı ciddi problemdən daha çox stres səbəbindən immunitetin kəskin şəkildə aşağı düşməsi ilə bağlı olacaq. Sinir sisteminizi gücləndirməyə xüsusi diqqət yetirin. Maliyyə baxımından ay ərzində gəlirdə qəfil artım gözləməyin. Lakin ayın sonunda xoş pul bonusları mümkündür. Astroloqların yanvar ayı üçün məsləhəti. Yeni imkanlar üçün yer açmaq üçün köhnə işləri minnətdarlıqla bağlayın. ...2026-cı ilin yanvar ayında şirlər nəhayət ki, iş və ev arasında tarazlığa nail ola biləcəklər. Şəxsi həyatlarında şirlər öz üzərində işləməli və xüsusilə də partnyorlarına və sevgilərinə münasibətlərini biraz dəyişdirməlidirlər. Keçmiş səhvlərdən dərs çıxarmalı və onları hazırki münasibətlərinizdə təkrarlamaqdan çəkinməlidirlər. Yanvar ayında iş həmkarlarınızla ünsiyyət üçün bir çox xoş anlar təqdim edəcək və vəzifədə yüksəlmə və ya başqa yerə keçmə də daxil olmaqla gəlirli təkliflər mümkündür. Lakin impulsiv qərarlardan çəkinin, soyuqqanlı olun. Həzm sisteminizi qorumaq və bayramlardan sonra bərpa etmək üçün tədbirlər gördüyünüzə əmin olun. Zərif pəhriz idealdır. Maliyyə baxımından yanvar ayı qeyri-sabit bir ay olacaq. Xərclərinizə xüsusən də 3-cü 10 günlük dövrdə diqqətli olun və əlavə pul qazanmaq üçün şübhəli təkliflərdən çəkinin. Astroloqların yanvar ayı üçün məsləhəti. Yanvar ayı sizə həyatınızı təşkil etmək və yeni imkanlara hazırlaşmaq üçün çoxdan gözlənilən bir fasilə verəcək. Qız bürcü üçün 2026-cı ilin yanvar ayı özünüfadə və yaradıcı imkanlar ayı olacaq. Artan ictimai fəaliyyətə, şəxsi layihələrin inkişafına və hobbilərinizdən pul qazanmaq imkanına hazır olun. Yanvar ayında uşaqlarınızla daha aktiv olacaqsınız və mövcud münasibətləri gücləndirə və onları növbəti səviyyəyə qaldıra biləcəksiniz. Subay qız bürcləri ciddi bir tərəfdaşlıq üçün potensial bir tərəfdaşla görüşmək şansına sahib olacaqlar. Peşəkar olaraq təşəbbüs göstərmək və daha proaktiv olmaq vaxtıdır. Bu sizə yalnız tanınma deyil, həm də maddi fayda gətirəcək. Təlim vasitəsilə peşəkar inkişaf və statusun yüksəlməsi üçün imkanlar açılacaq. Yanvar ayında sağlamlığınızla bağlı yaxşı olacaqsınız. Amma qışda immunitet sisteminin nə qədər kövrək olduğunu və evdə qalmağın onu gücləndirməyəcəyini unutmayın. Daha çox gəzintiyə çıxmağa, təmiz hava almağa və idman etməyə çalışın. Maliyyə baxımından hobbinizi gəlir mənbəyinə çevirmək üçün yaxşı şansınız var. Layihənizi dəstəkləmək istəyən insanlar olacaq. Astroloqlardan yanvar ayı üçün məsləhət. Mükəmməl anı gözləməyi dayandırın və indi hərəkətə keçin. ...2026-cı ilin yanvar ayı tərəzi bürcü üçün özünü yeniləmək üçün bir zaman olacaq və bu yalnız xarici mühitdəki dəyişiklik sayəsində mümkün olacaq. Evinizi yenidən qura, bəzi təmir işləri apara, salona gedə və ya qonaq dəvət edə bilərsiniz. Yanvar ayında ailəli tərəzilər ailə həyatından zövq alacaq, subay tərəzilər isə öz rahat evlərini yaratmaq üçün tərəfdaş tapmaq üçün ilhamlanacaqlar. Uşaqlıq xatirələrini yenidən nəzərdən keçirmək istəyə bilərsiniz, amma bunu sadəcə nostalji kimi qəbul etməyin. Bu emosional cəhətdən canlanma təmin edəcək. Peşəkar həyatınızda böyük irəliləyişlər gözləməyin, amma təhsil və şəbəkələşmə yolu ilə gələcək nailiyyətlər üçün yol aça bilərsiniz. Tanımadığınız yeməklərlə təcrübə aparmasanız və ya iqlimi özünüzdən əhəmiyyətli dərəcədə fərqli olan ölkələrdə tətil etməsəniz, heç bir sağlamlıq probleminiz olmayacaq. Yanvar ayında maliyyə məsələləri mülayim olacaq. Ulduzlar böyük gəlir vəd etmir. Lakin ehtiyatlı xərclərlə mövcud vəsaitlərinizi hər hansı bir məhdudiyyətdən qaçınacaq şəkildə idarə edə biləcəksiniz. Astroloqların yanvar ayı üçün məsləhəti. Özünüzü daxildən yeniləməyə və ətrafınızdakı məkanı, evinizi, münasibətlərinizi, düşüncələrinizi yeniləməyə çalışın. Əqrəblər üçün 2026-cı ilin yanvar ayı aktiv ünsiyyət ayı olacaq. Zəngin təəssüratlar qazanacaq, intellektual inkişaf üçün vaxt tapacaq və səyahətlərdə və maraqlı insanlarla tanış olmaqda ilham tapacaqsınız. Şəxsi həyatınızda dərin, mənalı əlaqələrə can atacaqsınız. Ortaq bir layihə və ya səyahət vasitəsilə ailənizi bir araya gətirməyə çalışacaqsınız.
Vasitəçilik etməli, münasibətləri düzəltməyə və ya bərpa etməyə kömək etməli ola bilərsiniz. Peşəkar məsələlərdə özünüzü öyrənməyə və inkişaf etməyə hazır olan çevik bir mütəxəssis kimi nümayiş etdirməlisiniz. Komanda dedikodularını qulaqardına vurun və onlardan çəkinin. Ləyaqətinizi və neytrallığınızı qoruyun. Sağlamlıq baxımından qaraciyərinizə və mədə-bağırsaq traktınıza xüsusi diqqət yetirin. Gecə qəlyanaltılarından çəkinin və yumşaq bir pəhrizə keçin. Ulduzlar zədə və yol qəzaları riskinin artacağı barədə xəbərdarlıq etdiyi kimi, ayın əvvəlində uzun səfərlərdən çəkinin. Yanvar ayında maliyyə vəziyyətiniz sabit olacaq. Böyük qazanc gözləməyin, amma ehtiyac duyduğunuz hər şey üçün kifayət qədər pulunuz olacaq. İş axtarırsınızsa diqqətli olun, fırıldaqçılıq riski var. Astroloqların yanvar ayı üçün məsləhəti, emosiyaların mühakimələrinizi bulandırmasına imkan verməyin. Dəyişiklikdən və transformasiyadan qorxmayın. (2026-cı ilin yanvar ayında Oxatan bürcü nəhayət istirahət və fəaliyyət arasında ahəngdar bir tarazlığa nail olacaq. Çünki siz böyümə, sosiallaşma və peşəkar nailiyyətlər üçün imkanlarla dolu həyat mərhələsinə qədəm qoyursunuz. Şəxsi həyatınızda yaxınlarınızın dəstəyi vacib olacaq və subay oxatanlar əks cins üçün inanılmaz dərəcədə cəlbedici olacaqlar. Amma seçim etməyə tələsməyin. Geniş pərəstişkarlar arasında illərlə etibarlı tərəfdaş ola biləcək birini seçmək vacibdir. Bu xüsusən də karyera dəyişikliyi planlaşdırırsınızsa, iş üçün çox əlverişli bir aydır. Vəzifə yüksəlişləri, iş dəyişiklikləri, yeni layihələrə dəvətnamələr və perspektivli təlim imkanları mümkündür. Sağlamlıq baxımından tənəffüs sisteminiz risk altında ola bilər. Buna görə də kəskin respirator infeksiyaların qarşısını almaq və pəhrizinizin balanslı olduğundan əmin olmaq üçün bütün tədbirləri görün. Gözəllik prosedurları və şəxsi qayğı üçün vaxt ayırın. Yanvar ayında maliyyə vəziyyətiniz çox sabit və möhkəm olacaq. Heç bir təcili maliyyə probleminiz yoxdursa, bonuslar və ya xoş təşviqlər gözləyə bilərsiniz. Kredit və kredit götürməkdən çəkinin. İndi onlar üçün ən yaxşı vaxt deyil. Astroloqların yanvar ayı üçün məsləhəti. Bu dinclik anından həzz alın, amma başlanğıca hazır olun. Ayın sonunda sizi hadisələr dalğası gözləyir. Oğlaqlar üçün 2026-cı ilin yanvar ayı lap əvvəldən aktiv bir dövr olacaq. Çoxlu ümidverici ideyalarınız olacaq və onları həyata keçirməyə başlamaq üçün yeni il tətillərinin sonunu gözləməyəcəksiniz. Ailəvi oğlaqlar bu ay tərəfdaşlarına münasibətlərini və hisslərini bir şəkildə yeniləmək və gündəlik işlərinə biraz müxtəliflik qatmaq istəyəcəklər. Subay oğlaqlar yeni tanışlıqlardan qorxmağı dayandırmağın vaxtı olduğunu anlayacaq və keçmiş təcrübələrini təhlil edib nəticə çıxara biləcəklər. Lakin hər iki halda da keçici eşqbazlıqlardan çəkinin. Peşəkar sahədə köçməyi tələb edə biləcək gəlirli bir təklif ala bilərsiniz. Sağlamlıq baxımından yanvar ayında əzələ-skelet sisteminiz sıradan çıxa bilər. Bu ay zədələnmə və xroniki xəstəliklərin kəskinləşməsi riski ilə əlaqələndirilir. Diş həkiminə də baş çəkməyə dəyər. Çoxdan unudulmuş diş problemləri yenidən ortaya çıxa bilər. Maddi cəhətdən əla və sabit vəziyyətdəsiniz. Amma köhnə borclarınızı nəhayət ödəmisinizsə belə, yeni borclar götürməkdən çəkinin. Pul yığmağa başlayın, ilin ikinci yarısında daha sonra ehtiyacınız olacaq. Astroloqların yanvar ayı üçün məsləhəti, enerjinizi köhnəni bitirməyə və cəsarətlə yenisinə başlamağa yönəldin. (2026-cı ilin yanvarında dolçalar enerji toplamaq, ideyalarınızı yaradıcı şəkildə araşdırmaq və güclü başlanğıca hazırlaşmaq şansı əldə edəcəklər. İstirahət etmək üçün biraz vaxt ayırın, düşünmək üçün özünüzə vaxt verin və strateji aydınlığı inkişaf etdirin. Şəxsi həyatınızda yetkin, dərin münasibət qurmaq və keçici aşiqliklərdən həmişəlik imtina etmək imkanları yarana bilər. Ailə dolçaları partnyorları ilə ünsiyyətdə nəzakətli olmalı, subay dolçalar isə yeni insanlarla tanış olanda nəhayət daha ehtiyatlı davranacaqlar. Karyera baxımından yeni vəzifəyə və ya yüksəlməyə hazır olun, ancaq onu dərhal qəbul etməyə tələsməyin. Təmkinlə reaksiya verin və müsbət və mənfi cəhətləri diqqətlə çəkin. Planlarınızı gizli saxlamağa çalışın və maaşınız azdırsa, artıq işdən çəkinin. Yeni il tətillərini əlavə gəlir üçün işləməkdənsə istirahətlə keçirsəniz, sağlamlığınız yaxşı olacaq.
Maliyyə baxımından yanvar ayı tam sabit ay deyil. Ayın ortasında gözlənilməz xərclər yarana bilər. Ona görə də büdcəniz daxilində qalmağa çalışın və impulsiv alışlardan çəkinin. Yeni iş layiqli gəlir gətirəcək. Yanvar ayı üçün astroloqların məsləhəti. Siz sülh və ilham içində gələcək illərdə transformasiyanın əsasını qoyacaq həllər tapacaqsınız. (2026-cı ilin yanvar ayı balıqlar üçün yüksək sosial tələbat ayı olacaq. Yeni tanışlıqlar, şanslı anlar və nüfuzlu insanlardan gözlənilməz kömək gözləyin. Şəxsi həyatınızda ailə və yaxınlarınızdan emosional dəstək mühüm dəstək olacaq. Subay balıqlar həyatlarının eşqini qarşılamaq üçün daha fəal olmalı, ailəsi olanlar isə partnyorlarına daha çox vaxt ayırmalıdırlar. Gündəlik problemlərdən və işlə bağlı zənglərdən uzaq bir səfərə çıxın. Üstəlik, yanvar ayı karyeranız üçün proaktiv ay olacaq. Gəlir artımı və hətta iş dəyişikliyi də mümkündür. Sağlamlıq baxımından sizi əsəbiləşdirən və istənilən tənqidə həddindən artıq reaksiya verən əsəblərin qırılması istisna olmaqla hər şey yaxşı olacaq. Eşitmə qabiliyyətinizi qoruyun, hipotermiyadan qaçın, isti geyinin və sağlamlıq problemləri yaranarsa, həkimə baş çəkməyi təxirə salmayın. Maliyyə baxımından müvəqqəti çətinliklər mümkündür. Lakin müəyyən miqdarda maliyyə intizamı ilə onlar təsirsiz ötüşəcək. Yanvar ayı üçün astroloqlardan məsləhət. Sükuta çəkilməyi unutmayın, görüşlər və tapşırıqlar arasındakı fasilələrdə ən düzgün məsləhəti verəcək daxili səs eşidəcəksiniz.